qoca qitə gələcək nəqliyyat enerji layihələrində məhz Azərbaycanı əsas strateji tərəfdaş statusunda görür. Elə bu baxımdan prezidentin Euronews kanalına müsahibəsində ifadə etdiyi fikirlər də əməkdaşlıq üçün mühüm tezislər kimi şərh oluna bilər. Obrad, oświadczenie Parlamentu, decyzja Parlamentu Azerbejdżanu o zawieszeniu współpracy z Parlamentem Europejskim. Eləcə də başqa bir detal. Avropa Parlamentinin bir qrup deputatı bu həftə qurumun Azərbaycanla bağlı siyasətinə sərt etiraz bildirdilər. Mayın 21-də parlamentin plenar iclasında bəzi parlamentarilər açıq şəkildə etiraf etdilər ki, Bakı ilə münasibətlərin pozulmasına səbəb elə parlamentin öz hərəkətləridir. Məsələn, Avropa mühafizəkarları və islahatçılar qrupundan olan deputat Christian Terheş bildirdi ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan təbil olmalıdır. Azərbaycan kimi ölkələrin uzaqlaşdırılması sadəcə məsuliyyətsizlik deyil. Bu, geosiyasi cəhətdən özünü məhv etmədir. Avropaya realizm, strateji düşüncə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq lazımdır. Daimi nəsihətlər və özünü üstün hesab etmə hissi deyil. La notification formelle du retrait de l'Azerbaïdjan de notre assemblée. Həmçinin deputatlardan Angelin Füre, Thierry Mariani, Thomas Frölich və Sergey Lagodinski, eləcə də digərləri parlamenti başqalarına ağıl öyrətməkdən əl çəkməyə, Cənubi Qafqazdakı sülh prosesinə xələl gətirməməyə çağırdılar. Onların qənaətincə bu siyasət Avropa İttifaqını geosiyasi proseslərdən tamamilə kənarlaşdıracaq. Üstəlik, Bakı ilə münaqişə davam edəcəyi təqdirdə Avropa energetikası ciddi zərbə ala bilər. Xüsusən son zamanlar Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı müharibəsi fonunda dünya enerji bazarlarında baş verən təlatümlər, qiymət dalğalanmaları elə Avropalılar üçün dərs olmalıdır. Azerbaijan is an increasingly important partner for the European Union. Hər halda görünən odur ki, Avropa parlamentində də düşünən beyinlər var. Az da olsa. Və onlar Azərbaycanla münasibətlərdə daha həssas olmağın qaçılmazlığını dərk edirlər. Dərk edirlər ona görə ki, gözəl anlayırlar. Hörmüz boğazı ətrafındakı gərginlik ölkəmizin həyata keçirdiyi enerji layihələrinə hər hansı təhlükə yaratmır. Və rəsmi Bakı sözü gedən problemin diplomatik yolla həllinin tərəfdarıdır. Çünki diplomatiya enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağın ən effektiv, ən optimal yoludur. Amma o da yaxşı məlumdur ki, böhran həll olunduqdan sonra bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Bu o deməkdir ki, Azərbaycan coğrafiyası və ölkəmizin mövcud resurslarına bugün həmişə olduğundan daha çox ehtiyac yaranacaq.